Ya Allah. Salam aleyküm, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran, sizlərin hər birinizi salamlayıram. Bəlkə də baxarsınız YouTube kanalına, bəlkə də yadınızdan çıxar. Tam-tamına demək olar 62 gündür ki, mən maşın bazarlarında çəkiliş eləmirdim müəyyən səbəblərə görə. Və bu arada qeyd edeyim ki, bu günlərim 9 yanvar 2026-cı ildir. Təqvimimiz belə dəyişib. Gec də olsa, başda şəhid anaları, şəhid ataları, şəhid qardaş bacıları olmaqla bütün Azərbaycan xalqını yeni il münasibəti ilə təbrik edirəm. İnşallah bu 2026-cı il bizlərə düşərli olar. Hər birimizə düşərli olar. Və bizim səfərimiz Bərdə maşın bazarınadır. Bəli, artıq videonun əvvəlindən belə deyək, yazısından biləsiniz ki, bizim səfərimiz haradır. Həftənin 5-ci gündür. Bildiyiniz kimi Azərbaycan ərazisində həftənin 5-ci günü Bərdə maşın bazarı, 6-cı günü Göyçay maşın bazarı, bazar günü Sumqayıt, Badamdar maşın bazarı işləyir. Səhv eləmirəmsə, ya 5-ci günüdür, ya bazar günüdür Gəncə maşın bazarında fəaliyyətdədir. Onu kommentlərdə qeyd eləyərsiniz. İnşallah bu günlərim Bərdə maşın bazarına yollanırıq. Səhər inşallah Göyçay maşın bazarından da canlımız və canlı çəkilişimiz belə deyək olacaq. Çalışacağım Bərdə maşın bazarından da canlı açım. Belə Allah işimizi avand eləsin. Ya Allah, bismillah eləyək, yolumuza başlayaq. Həm ziyarət, həm ticarət. Bu günlərim yaxın bir qardaşım maşını var, ona aparırıq Bərdə maşın bazarına satmağa. Elə mən də dedim ki, bu fürsət o fürsətdir. Mən də onun yanına əyləşib gedib sizlər üçün Bərdə maşın bazarından çəkilişimi edəcəm. Çalışacağım yük maşınları, xarici marka maşınlar, həmçinin vaz markalı maşınların da çəkilişini edim. Belə Allah hər birimizin işini avand eləsin. Ya Allah, bismillah eləyək, işimizə başlayaq. İnşallah Bərdə maşın bazarının girişindən sizlər üçün çəkilişə davam edəcəm. Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, bir daha sabahınız xeyir olsun hər birimizin. Allah hər birimizin işini avand eləsin. Bərdə maşın bazarındayım, giriş deyəm. Allah giriş videosunu evdən çıxarkən, çəkəndə çox yaxşı vəziyyətdəydim. Gəldim Bərdə bazarının girişində üstünüzə sağlıq xəstələndim. Sağ olsunlar. Bərdə rayon təcil yardım şöbəsinin işçiləri. Ambulans gəldi, müayinə elədilər. İynə vurdular, qızdırma qalxmışdı kəllə çarxa. İynə vurdular, elədilər. Sağ olsunlar. Bir təhər ayağa qalxmışam, düzdür. İndi yuxulayıram, orada kofe içəcəm, keçəcək. Bazarın içindəyəm. Seçim çoxdur. Hələ də bazara maşın gəlməkdə davam edir. Həm Niva, həm 190, Çeşqalar, 4 gözlə, Kia Sorento köhnə model, Hyundai Tucson var yanında, Çeşqa var, Panorama var, təzə model Sorentalar. İnşallah ki, bir-bir hamısına yaxınlaşacağım. İcazə verən maşın sahiblərinin maşınlarını təbii seçəcəm. Və fikrimdə var ki, büyük maşın bazarını da çəkim. Ya Allah, əlhəmdülillah. Sağlam ol deyən çox sağ olsun. Büyük maşınlarını da çəkmək fikrim var. Əgər icazə versələr, icazə verməsələr, promo xarici və vaz markalı avtomobillərin çəkişini edəcəm birbaşa. Heç nə, ön tərəfdən də çəkiş edeyim sizlər üçün. Hələ də baxın, bazara maşın gəlməkdə davam edir. Tucsonumuz, Çeşqamız, Panorama, Sorento, Megane, Niva. Burada gözəl, fulun-fulu bir çeşimiz var. 4 göz, 2.7 motordur, CDI. Belə, indi görək nə ta olacaq. Ya Allah, bismillah eləyək, işimizə başlayaq. İnşallah ki, yaxşı olar. Allah hər birimizin işini avand eləsin. Ya Allah, bismillah. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, yük avtomobilləri bölümündə iş çəkəcəyim maşın Ford Transit markalı avtomobildir.
Və inşallah ki, çəkib göstərəcək, amma maşın sahibindən bir məlumat alırıq. Salam əleykum qardaş, sabahın xeyir olsun. Məlumat alaq inşallah. İlin 98 motor. 25. Aha. Prostoy motor, prostoy nasos. Aha. Maşın ideal vəziyyətdədir. Aha. Yəni birinci dəfə yığılıb da, yəni. Aha. Birinci dəfə sizin əlinizdə yığılıb. Aha, gələndən, yəni sizin əlinizdə birinci dəfədir yığılıb. Qiyməti nə demisiniz? Qiymət belə 13,5 deyirəm. Yəni 13500 real manat. alıcı olsa, hə. Endirim olunacaq təbii ki, maşının yanında. Telefon nömrənizi eşitə zəhmət olmasa. 055 419 94 11. 055 419 95 11 adınız 94 11. 90 055 419 94 11. Bəli. Adınız Cabir. Cabir qardaş, maşına harda baxa bilərlər real alıcılar? Mən özüm belə Gəncədə qalıram. Aha. Belə Eşq olsun Gəncə əhlinə, salam olsun buradan. Çox sağ ol, Allah razı olsun. Mən belə əlaqəsi. Yəni Gəncə və Gəncə ətrafı rayonlarda baxmaq mümkündürmü? Yaxın Şəmkir olsun, Samux olsun, kredit falan, belə lizinqa salmaq falan. Yəni mən belə deyim də, kim alsa lizinqə də sala bilər, amma mən təmiz pulumu istəyirəm. Hə, barterdə yəni yoxdur, yox, mümkünatı yoxdur. Çəkək, göstərək. İli 98-dir. 2.5 Prastoy motordur. Cabir qardaşın verdiyi məlumata görə Prastoy nasosdur və Cabir qardaş deyir ki, məndə olarkən xeyli var sizdədir bu. Neçə müddətdir sizdədir? Maşın 5-6 aydır. 5-6 aydır sizdədir və 5-6 ay ərzində ilk dəfə Cabir qardaş özü yığdırıb. Bu maşını istəyək o maşallah olsun, özünüz də görürsünüz, çürükdən, sarıqdan, cızıqdan falan söz gedə bilməz. Start qiymət 13500 manat deyildi. Real alıcıya endirim olunacaq. Cabir qardaş Gəncədədir, Gəncəlidir. Maşına Gəncə, Samux, Şəmkir və Gəncə ətrafı rayonlarda baxmaq mümkündür, amma nömrəsi Abşeron nömrəsidir. Eşq olsun buradan Abşeron əhalisini də salamlayıram, həmçinin Gəncə əhalisini də və bütün Azərbaycan əhalisini salamlayıram. İndi baxacağıq maşının salonuna. Maşınımızın salonu da yaxşı vəziyyətdədir. Və yük yeri gördüyünüz kimi əla vəziyyətdədir. Yəni bu maşın belə deyək də, bu maşını alan adam uduzmaz. İndi qiymətdə razılaşma olacaq. Yəni 13500 son deyil. Gəl bax maşına, 13500 son deyil. Yəni maşının yanında qiymətdə endirim olunacaq. Yəni alan adam istəsə lizinqə özü sala bilər, kreditə sala bilər, amma barter, Cabir qardaşın verdiyi məlumata görə barter maraqlı deyil. 2.5 sadə motor, akkumulatoru yenidir. Belə çəkdik, göstərdik. Məlumatlar da qeyd elədim həm Cabir qardaş, həm mən. Sizə də bu Ford maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. 055 419 94 11. Maşın sahibinin adı da Cabir qardaşdır. Real alıcılara endirim olunacaq. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, özünə ideal 04 alıb sürmək istəyən izləyicilərdir. Mən nə deyirdiniz ki, kommentlərdə 04 çək, 04 çək, 04 çək. Sizlər üçün Bərdə maşın bazarında ideal vəziyyətdə bir 04 çəkəcəm, amma maşın sahibi yanımızdadır. Üzün görsənmədən qısa bir məlumat alacaq. Salam edəcəm qardaş. Bazar olsun. Allah alçın getirsin. Məlumat alaq zəhmət olmasa. 2007 enjektor. Aha, ili 2007. Maşallah. 17 kapotu ilə oradalarda fərqli yəqin ki alıcılar belə. Aha. Problemsiz maşın. Motor, karoska, xadavoy sistemi. Qiymət. Zapaskası üstündə, hər bir şey Aha. üstündə. Qiyməti də 800 deyil. 8300 manat deyir. Real alıcıya endirim olacaq. Telefon nömrənizi eşidə bilərik. 50 ilə. Aha. 380 50 050 380 50 53. Adınız? Bədirxan müəllim. Bədirxan qardaş belə deyək. Maşına harda baxmaq olar? Real alıcı gəlib. Ağcabədi rayonuna, Aha. yəni telefon nömrəsi ilə. Aha, Ağcabədi rayonunda və Ağcabədiyə yaxın ərazilərdə baxmaq mümkündür. Hansısa maşınla barter falan, Yox, elə lizinqa salmaq, kreditlə falan belə. Yox, elə fikrim. Yəni nağd pula ehtiyac var. Belə, Bədirxan qardaşdan maşın sahibindən məlumat aldıq. Maşın üzdən 2010, 11-ə, 12-yə bənzəsə də maşınımız indi 2007-dir. Maraqlı oldu. İnjektor motordur, 07 kapotu ilə gəlib və heç bir problemi yoxdur. Motor, karovka, xadavoy sistemi əla vəziyyətdədir. 8300 manat start qiymətlə bazara çıxıb. Real alıcıya təbii ki endirim olunacaq. Barter, kredit falan maraqlı deyil. Nağd satışdır.
Təbii ki, maşına baxdıqdan sonra real alıcıya endirim olunacaq. Amma maşın həqiqətən çox yaxşı vəziyyətdədir və yaxşı da bir rəngi var. Yaxşı da rəngi var maşınımızın. Nömrəsi də 423. Axırı da 23-dür. Göyçay nömrəsidir. 77 iləndir, regionallıdır. Aha. Baxırıq, Fiat Rul, belə deyək. Tempra Rul gedir, nə gedir? Motor, səliqəli, korobka, üzr istəyirəm, korobkada bəli, atması yoxdur, difində səsi yoxdur falan olar demişəm. Akkumulyatorda yeni fasondur, yenidir belə deyək. Bir daha qeyd edirəm, 8300 stat qiymətlə Bərdə bazarına çıxıb, real alıcıya endirim olunacaq. Əgər maraqlı gələrsə, 04 istəyənlər, 04 maraqlananlar, bu maşın isə maraqlı gələrsə, Bərdəxan qardaş nömrə qeyd edib, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz, bu 04 tak. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, qazel həvəskarları, sizlər üçün Bərdə maşın bazarında qazel çəkib göstərəcəm. Amma bu qazel yad adamın deyil, dostumuzdur, tanışımızdır, qardaşımızdır. Baba salam aleyküm. Bazar olsun. Allah bazarın yetirsin. Hə, başda görək. 199'dur. Motor korobka, difir, ürəyin istəyən, motor təzə yığılıb, 2 ayda yığılıb. Aha. Zavalsız Sadə motordur. Hə, sadə motordur, 402. Aha. Zavalsız kuzadır. Maşın bugünkü gündə yəni 1 manat nədir xərci yoxdur. Aha. Yəni baxırıq hə də, yəni belə deyək də, əsas motordur, korobkadır. Xadavoy sistemi əla vəziyyətdə olsun. Çünki kosmetik işdir, hə. Hamısını yəni rəng Var. Qiyməti nədir baba? 6,5. 6,5 sondur. Yox, deyiliş qiymət. Deyiliş qiyməti yəqin razılaşasınız da. Telefon nömrü de. 055 Aha. 827 98 99. 055 827 98 99 maşın sahibinin adı babadır. Baba maşına harda baxsınlar? Maşına Gəncədə, Şəmkirdə, Samukda, Samukda da baxa bilərlər. Yəni ətraf rayonları belə deyirəm də nəzərdə tuturam. Yəni indi baxır ora keyf gəlməyəm. Hə, qiymət, ayso, qiymət söhbətindən razılaşsan, belə deyək, şərti şumda keçək, xırmanda yabalaşmayaq. Yəni benzin pulu atsalar gedəsən. Belə. Barter falan, kreditdə salmaq, leasing. Belə deyim də, barter özü qiymətində normal. Maşın olsa minik maşın. Minik maşın. Yəni Məsələn, fikrimdəki hə. minik maşınlar. Teşka, Yeşka, 05, 07, 06 belə. Hə, bildim. Yəni öz qiymətində. Ya aşağı olmasın, ya yuxarı. Yox, aşağı da olsa olar, Üstündə pul almaq şərti ilə. Belə, deməli ili 99. Sadə 402 motor. Motor, korobka, xadavoy sistemi əla. Çiçək. 6500 manat start qiymətlə dostumuz bunu çıxardıb Bərdə maşın bazarına. Təbii ki, real alıcıya endirim olunacaq. Şəmkir nömrəsidir. Şəmkir əhalisine salam olsun. Barter öz dəyəri qiymətində minik maşını ilə və həmçinin dəyərindən aşağı da olsa olaraq maşının üstündə pul almaq şərti ilə mümkündür. Maşının yenə də deyirəm, motorudur, xadavoydur, korobkasıdır, heç bir problemi yoxdur. Zavod kuzadır. Salon normal vəziyyətdədir. Belə. Baba bir dənə mühərrik yerini özün oradan qaldır. Mən də buradan bunun yük yerini çəkim, göstəreyim. Belə bir çəkiliş eləyəcəm. Yük yeri baxın belə vəziyyətdədir və əsas rama. Əsas rama. Ramanın sualını vermədim. Baba, aç buranı görək. Aha, sadə 402 motordur, gördüyünüz kimi problemsiz motordur. Babam ramada çatı falan yoxdur. Belə dedik, göstərdik. Həm maşın sahibi, dostumuz, qardaşımız, baba məlumatları qeyd elədi. Həm də ki mən çəkdim, göstərdim, özüm də qeyd elədim. Sizə də bu maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Bərdə maşın bazarında 4 dənə maşın çəkəcəm. Kia Ceed, Kia Pride, Hyundai i30, düz deyirəm. O da Kia Pride'dir da, o da belə deyək. Birinci başlayaq bu maşından, çəkiş eləyəcəm hamısını ətraflı. Bu maşının sahibindən bir məlumat alaq, görək maşından imkan versələr. Salam aleyküm qardaş, bazar olsun. Nömrələrin düşməyini istəmir qardaş, ona görə yaxından çəkirəm. Məlumat alaq zəhmət olmasa. 2007
1.4 motor korobkada problem yoxdur, buruğudar yoxdur. Aha. Maşına ucarda baxmaq olar. 2000 Neçə deyirsən? 11500 deyirik. Gəlib maşına baxan olsa, buruğudar söhbət olsa maşında yol xərci biz tərəfdən qarşılanır. Qarşılanır. Belə endirim olunacaq da yəni. Endirim olacaq. Kredit falan. Kredit o özün saldırmaq istəyirsən. Bildim. Bu 4 dənə maşına 1 nömrə deyək, yoxsa ayrı-ayrı nömrələr? Bir nömrə Bir deyək, nömrə. rayon. Onda ən axırda deyərik. Sonra gələk bu Kia Pride-a. Bunun haqqında məlumat verək zəhmət olmasa. Buna azca yaxınlaşdırıb nömrə düşməsin. Aha. Kia Pride 2006 buruğudar yoxdur, motor korobka qaydasındadır. Avtomat korobkadır. 4 dənə təzə təkəri, 1200 manatlıq diski təkəri. Aha, həqiqətən var, görürəm. Aha, 1200 manatlıq diski təkəri, ilik zadı hamısı qeyd olundu, motor korobka salamatdır. Qiyməti nədir? Problem yox. Qiyməti nədir? 11.5-ə deyirik. 11500 manata deyirsiniz. Real alıcı endirim olunacaq. Hyundai i30. O səninkidir. 2009-dur. Aha, restalling olunub. Motor, korobka, xadoboy sistemi, əla vəziyyətdədir. Maşın xodludur, yaxınlaş. Aha, elə heç olunmur maşının xodda olunmağı. Motoru 1.4-dür. Var, 1.4. Benzin. Qiymət 12.5-ə deyirik. 12500 manata endirim olunacaq. O birisi Kia Pride haqqında da məlumat verə bilərsən. 2006. Onun da motoru, korobkası salamatdır. Qiyməti nədir onun? Onun qiyməti qardaş bilir. Bir dənə qardaşdan. Ahmet. Neçədə o? Kia Pride-in qiyməti 12500. O ya o birisi. O. Pride. 10500 manata da 10 deyirsiniz. İndi çəkək, göstərək. Gəldik Kia Ceed-ə. Birinci növbədə. Maşınımızın qeydiyyat nömrə nişanını salmayacağıq. Efirə yaxından çəkirəm. Həddindən artıq çox yaxından çəkirəm. Maşın çox yaxşı vəziyyətdədir. Vuruq, udar, söhbəti gedə bilməz. Belə və nömrə düşmədən. Yəni qaldıraq. Yəni qaldırmanın zəhmət olmasa. Və baxacağıq. Burada gördüyünüz kimi eybi yox, düşsün. Zərər yox. Bir dənə baxaq. Bir dənə elə qaldı. Baxın, pasdan, çürükdən söhbət gedə bilməz. Örtək zəhmət olmasa. Və motor, korobka, xadovoy sistemi əla vəziyyətdədir. Qiyməti də neçə deyildi? Bu qardaş qeyd edib qiyməti 11500 manata. Amma real alıcıya təbii ki endirim olunacaq. Təbii ki real alıcıya endirim olunacaq. Deməli 283.828 kilometr orijinal yürüş bizi gözləyir. Bir dənə mühərrik yerin zəhmət olmasa. Sənə zəhmət, mənə xəcal. Qaldırmışam buradan. Buradan səhv eləmirəmsə qaldırdım onu mən. Aha. Aha, maşallah. Mühərrik yer, Dodge motor, akkumulyator yeni, problemsiz. Və keçək Kia Pride-a. Gördüyünüz kimi həqiqətən qardaşım dediyi kimi mən ilk öncə disk təkər maraqlı gəldi. Bahalı disk təkəri var üstündə. Və motor, korobka, xadovoy sistemi əla vəziyyətdir. Xatırladaq Kia Ceed mexanik idi. Bu maşınımız isə avtomat sürətlər qutusuna malikdir. Böyük LED monitoru var arxasında və mühərrik yerin bir dənə bunu içərdən açılır. Kia Pride-dir. İçərdən açılır bu, eybi yoxdur, açarıq və baxırıq. Burada da deməli 268.598 kilometr orijinal yürüş bizləri qarşılayır. 4 can avtomatik qalxı verməsi, yan şüşələrin tənzimlənməsi falan hər bir funksiyası işlək vəziyyətdədir. Çox yaxından çəkirəm videoları, deyə bilərsiniz ki, yaxından çəkirsən, amma motoru da ki 1.5 motordur. Super vəziyyətdədir həqiqətən, çox gözəl vəziyyətdədir. Və gəldik Hyundai i30-a. Bu maşın da problemsiz maşındır, mexanikadır. Xodlu vəziyyətdədir maşın, amma xodlu olduğu heç hiss olunmur. Heç hiss olunmur. Restalling olunub maşınımız, xatırladaq ki. Və baxırıq. Bunu da bir dənə 3 yerin qaldırıb belə çəkəcəm. İstəyən şəxs gələr, yaxından baxar maşına.
belə. Bu maşının da deyiliş qiyməti 4 dənə avtomatik uşağın qalxın verməsi 271.283 kilometr. Orijinal yürüyüş, Magintolanın kodunu aldıq. Maşın işlək vəziyyətdədir, peç işlək vəziyyətdədir. İçəri ot kimi heç adam çıxmaq istəmir içəridən. Və hər iki yerində çəkək, göstərək bu maşının. Bu maşının da deyiliş qiyməti deyilib. Sizə də maraqlı gələrsə bir dəqiqə. Aha. Baxın, işlək vəziyyətdədir, Dodge motordur. Akkumulatoru normal, çox ideal vəziyyətdədir. Və gəldik bu maşına. Növbəti Kia Pride markalı avtomobillər. Bu maşınımız da avtomat sürətlər kutusuna malikdir. Heç problem maşındır, məlumatları qeyd olunub. Baxırıq, bir dənə yüngül oturacaqların ximçiskiyə ehtiyacı var. Bu maşının da belə deyək, arxa görüntü kamerasından belə mövcuddur. Gördüyünüz kimi. Və heç problem bir maşındır. Baxırıq. Burada da bizi deməli 316.553 kilometr yürüyüş qarşılayır. Həmçinin döşkənin avtomatik qalxır verməsi, yan güzgülərin təmizlənməsi, qapıların avtomatik kilitlənməsi, 1.5 motordur burada. Belə çəkdik, göstərdik. Və sonda bir dənə nömrə deyək. Bir dənə nömrə deyək hamısına. 051 Aha. 635 0565. 051 635 0565 adı Famil. Famil. Harda baxmaq olar hamısına? Ucar ərazilərində belə deyək. Ucar ərazisində baxmaq mümkündür. Sizə də bu 4 maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsini zəng edib maraqlana bilərsiniz. Bu 4 maşın haqqında YouTube izləyiciləri, 011 həvəskarları sizlər üçün Bərdə maşın bazarında maraqlı rəngdə bir dənə 011 çəkilişini eləyəcəm. Çox həqiqətən belə seçilən rəngdir. Bu adətən çəhrayı pantera deyirlər bu rəngə, amma sənətdə maşının rəngi violan gedir. Eləyək maşın sahibinə. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. 011-dən il soruşmurlar, amma daha soruşaq da. 82-dir. 82. Bəli. Motor 01-dən 01? 01-dir. Motoru, korobkası, xadovoy sistemi. Yaxşıdır, hamısı yaxşı. Yaxşı. Yəni motor yağ yemir ki, korobka atmır ki. Yox. Difrində səsi zadı. Heç nə yoxdur. Normal vəziyyətdə. Altında çürüyü falan Yoxdur. yoxdur. Qiyməti nədir? Qiyməti 2600 manata deyirəm. 2600 manata deyirsiniz. Real alıcı endirim olunacaq çox güman. Hə. Telefon nömrənizi eşidək. 051 Aha. 306 81 52. 051 306 81 Bəli, 52 adınız? Eldəniz. Eldəniz qardaş, maşına harda baxmaq olar? Maşına telefon nömrəmiz var. Hansı ərazidə, hansı bölgədə? Bərdədə yaşayıram. Bərdədə yaşayırsınız. Salam olsun. Bildim Bərdə əhasinə. Bərdəyə yaxın ərazilərdə Ağdamda falan belə baxmaq mümkündür, yoxsa elə ancaq gəlib baxa bilərlər. Belə barter maraqlıdır hansısa maşına, yoxsa Yox, nağd pul etdiniz? Kreditdə falan, lizinqə falan Yox, salmaq. satır. Ha. Deməli ili 82 01 motor, korobka, motor. Telefon nömrənizi aldım. Adınız da Eldəniz. Eldəniz müəllim. Eldəniz müəllimin dediyi məlumatlara görə motor, korobka, xadovoy sistemi əla, rəngi maraqlı, arxa görüntü kamerasından belə mövcud. Bir dənə buranı açarıq. Eldəniz qardaş, zəhmət olmasa. Salon normal 4 dənə kolonka arxada. Pioner Magintola baxırıq və yük yeri nəzərdən keçirək, üzlənib, belə deyək. Burada yüngül indi rəng işləri falan var. Bunlar hamısı boş şeylər. Yəqin ki, yəni maşın sahibi ilə onları danışmaq mümkün olacaq. Bir dənə bu qapını açaq. Salon səliqəli, Fiat Rul və buradan bunu qaldırım. 01 motor. Belə motorda yağ yeməyi falan yoxdur. Çəkdik, göstərdik. Maşın sahibi də Eldəniz qardaş məlumatları qeyd elədi. Sizə də maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsini zəng vurun, maraqlana bilərsiniz. Bu maşın haqqında 20 seyir yayınlandı. Gəncə əhasinə atəşli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri özünə ucuz və bazar dəyərindən aşağı qiymətə. Mən maşın sahibindən soruşmuşam qiymətin.
Maşın sahibi dedi, sadəcə maraqlı gəldi mənə. İndi maşın sahibi özü məlumat verəcək. Salam aleyküm qardaş. Bazar olsun. Yerimizdir, Göyçaylımızdır. Hə, yeri başda. Qardaşım, ili 2000, motor 1.5, 94 at gücü. Aha. Motorda karofkada problem yoxdur. Peredokunda bir balaca problemlər var. Bir də 4 dənə təkərə ehtiyacı var. Aha, 4 təkərə ehtiyacı var. Bugünkü də maşının qiyməti 4-4,5. Bəli, bəli, 4 yarım. Biz amma bu maşını 3300-ə deyirik. 3300 manata deyir. Yəni real alıcı olsa maşının yanında inşallah Endirim olunacaq da. endirim olunacaq 100% sözsüz. Sən də dayanma. Sadəcə ikinci maşın aldığıma görə bunu Ehtiyac satıram. olmadığı üçün satırsan. Öncə ehtiyac yoxdur. Telefon nömrəni qeyd elə. 077 343 89 95. 077 343 89 95 adın. Vüqar. Vüqar maşına göstərdə baxmaq mümkündür. Mümkündür. Barterə yəqin getmərsən də daha maşın. Hə, kreditdə falan belə kredit satış falan, leasing falan Ola bilər. ola bilər. Belə, deməli bazar qiymətindən ucuz. İli 2000 motor, korobka salamatdır. 4 dənə təkərə ehtiyacı var. Yüngül xadaboynada əl gəzirilə bilər. Start qiymət 3300 manata çıxıb bazara. Bazar həqiqətən qiyməti, dəyəri ucuzdur. 3300-ə bu günlərim heç 011 ala bilmirsən. Amma sizlər üçün 2000-in 010-unu çəkib göstərirəm. Baxırıq. Görürsüz. Yəni maşının baxırıq və nə qaldır oranızdan olmasa. Bu da motorxanası, akkumulyator, normal motorxana. Motorunda korofkasında problem yoxdur. Problemi yoxdur. Bəli. Bilirəm. Vur tut. Belə. Motor üçün tut. Bilənlər biləcək ki, motor nə motordur. Aha, canavar. Belə, canavar. Qardaşımız məlumat verdi. Nömrəsini də qeyd elədi. Sizə də bu 010 maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu 010 haqqında.